Hamıya salam. Sıfırdan A2 kursuna davam edirik. 4-cü dərsə xoş gəldiniz. Bu dərsin mövzusu olacaq qeyri-müəyyən artikellər. Ein, eine və haben feili. Gəlin başlayaq. Yadınıza gəlirsə, biz daha öncə bunu keçmişdik. Müəyyən artikellər idi bunlar. Öyrənmişdik ki, biz alman dilində 3 dənə cins var. Kişi cinsində müəyyən artikel bizdə der-dir, orta cinsdə das-dır, qadın cinsində die-dir. Baxın, müəyyən artiklı biz çox arzuzanla tərcümə etmirik, amma qeyri-müəyyən artiklı biz tərcümə edə bilərik. Alman dilində qeyri-müəyyən artikl olacaq bir mənasında. Misal üçün, demək istəyirik ki, bir kişi. Bir kişini alman belə deyəcək. Ein Mann. Ein Mann. Bir almanca olacaq ein. Yaxşı, bəs bunun fərqi nədir? Baxın, arzuzanla belə deyə bilərik. Kişi mağazaya gəldi. Kişi mağazaya gəldi deyəndə biz burada müəyyənlik hiss edirik. Yəni biz bilirik ki, hansı kişidən söhbət gedir. Məsəl üçün, əgər desək ki, kişi mağazaya gəldi, onda qulaq asan bilir danışan hansı kişidən danışır. Yəni söhbət gedilən şəxs bilinir. Onu biz çox vaxt baxın müəyyən artiklı biz aducan da tərcümə etmirik. Amma deyək ki, belə bir cümlə var. Mağazaya bir kişi gəldi. Baxın, bu cümlədə hər hansı bir kişi ola bilər. Yəni oradakı kişini biz bilmirik. Orada bir qeyri-müəyyənlik var. Hər hansı baxın, qeyri-müəyyən artiklı biz Azərbaycan dilində bir sözündən tərcümə edə bilərik. Zaten elə ein da Alman dilində bir sözündən yaranıb. Deməli, eins bir deməkdir. Ein da kişi cinsində qeyri-müəyyən artikeldir. Deməli, Alman dilində bir kişi demək istəyiriksə, biz belə deyəcəyik. Ein Mann. Məncə sizə artıq aydın oldu. Deməli, fərq nə oldu? Qeyri-müəyyən artikeldə qeyri-müəyyənlik var. Yəni, bir kişi, hər hansı bir kişi. Amma misal üçün, müəyyən artikeldə artıq qulaq asan bilir ki, biz hansı şəxsdən danışırıq ya da hansı əşyadan danışırıq. Əla. Gəlin keçək orta cinsə. Orta cinsdə qeyri-müəyyən artikel o da olacaq ein. Bu informasiyanı bilərək necə deyərsiniz? Bir körpə. Qeyri-müəyyən artikellə deyin. Ein baby. Əla. Baxın, əslində çox asandır. Kişi cinsində də, orta cinsdə də bizdə olacaq ein. Müəyyən artikella desək, kişi der Mann, bir kişi ein Mann. Müəyyən artikella desək, körpə das baby, qeyri-müəyyən artikella ein baby. Əla. Davam edək. Qeyri-müəyyən artikel qadın cinsində biraz fərqli olacaq. Sonuna e əlavə edəcəyik. Yaddan çıxmasın, biz sonuna e əlavə edirik. Ona görə qeyri-müəyyən artikel almanca olacaq. Qadın cinsində aynı. Aynı. Baxın, aynın sonuna e əlavə elədik və bizdə bu qadın cinsində qeyri-müəyyən artikeldir. Bir qadın. Eine Frau. Eine Frau. Bu E nə görə deyirəm? Bu E sizə çox kömək eləyəcək gələcəkdə. İndi birazdan bu haqda danışacağam. Deməli, yaddan çıxmasın. Qadın cinsində bir, qeyri-müəyyən artikli olacaq bizdə aynı. Eine Frau. Əla. Davam edək. Aha. İndi mən sizə özüm hazırladığım metodologiya ilə dərs keçəcəm. Yəni ümid edirəm bu sizə çox fayda verəcək. Məncə bunu edən hələ olmayıb. Ona görə ümid edirəm sizin xoşunuza gələcək. Deməli, biz Alman dilində cinsləri rahat yadda saxlamaq üçün otaqlar fikirləşəcəyik. Hər bir cinsin öz otağı olacaq. Baxın, bu da körpənin otağıdır. Das Baby. Bu bizdə orta cinsin otağıdır. İndi gəlin, bu körpənin başını qatmaq üçün körpəyə oyuncaq hədiyyə edək. Oyuncaq sözünü öyrənəyin birinci. Oyuncaq. Oyuncaq almanca olacaq belə. Das Spielzeug. Das Spielzeug. Deməli, Alman dilində Spiel sözü elə oyun deməkdir. Zeug da şey kimi tərcümə edə bilərik. Yəni oyun şeyi. Almanlar oyuncağa, yəni belə deyir. Spielzeug. Das Spielzeug. Burada IE bizdə uzun I kimi tələffüz olunur. Burada EU isə bizdə oy səsi kimi tələffüz olunur. Deməli, oyuncaq necə olacaq almanca? Das Spielzeug. Əla. Gəlin oyuncağı hədiyyə verən körpəyə.
Aha, gedək. Davam edək. İndi bu uşaq böyüyəcək də. Uşağa başını qatmaq üçün oyuncaqla qata bilməyəcəyik. Fikirləşək nə hədiyyə edə bilərik? Velosiped uşaq böyüyəndə uşağa biz velosiped hədiyyə edəcəyik. İndi bu körpə böyüyəcək. Ona velosiped lazım olacaq. Gəlin elə indidən velosiped alaq qoyaq otağına. Velosiped alman dilində olacaq. Das Fahrrad. Das Fahrrad. Bu söz də maraqlı sözdür. Burada bu dörd hərf sürmək, getmək, transportla getmək feilinin köküdür. Fa. Rad da təkər deməkdir. Elə bil sürülən, gedən təkər kimi tərcümə etmək olar. Amma indi velosiped kimi almanlar belə deyir. Das Fahrrad. Das Fahrrad. Baxın burada H hərfi oxunmur. Çünki demişdik biz H əvvəldə olanda H səsi verir, amma ortada oxunmur. Burada oxunmadığı üçün də buradakı A-nı biraz biz uzadırıq. Ona görə biz belə deyirik. Das Fahrrad. Das Fahrrad. İki dənə eyni hərfi biz elə həmişə, iki dənə eyni samiti bir oxuyuruq. İki dənə eyni sait olsaydı uzadardıq. Amma iki dənə eyni samit olduğu üçün bunu bir oxuyuruq. Ona görə bizdə olacaq das Fahrrad. Yəni onu demişdim sizə, yəni birinci dərsdə. İndi Avstriyada olsa elə buna Fahrrad kimi deyə bilərsiniz. Ona R-nı elə R kimi oxuyurlar. Elə Almaniyanın cənubunda da R-nı R kimi oxuyurlar, amma standart alman dilində bu bizdə R səsinə bənzəyir. Yəni, ona görə velosiped necə olacaq alman dilində? Das Fahrrad. Düzdür, indi danışıqda çox vaxt bunu qısaldırlar, elə velosipedə rad da deyirlər. Das Rad. Amma elə rad özü elə təkər deməkdir. Əla. Deməli, velosiped indi siz deyən almanca necə olacaq? Das Fahrrad. Əla. Velosiped də qoyarım qırağa. Bu indi velosiped o sürəcək, sonra artıq yəni böyüdükcə başqa bir şey də istəyəcək. Ona görə indidən də maşını da alıb qoyarın otağına ki, yəni böyüyəndə heç problem olmasın, yəni hər şey olsun deyək. Bu maşın alman dilində bəs necə olacaq? Çox asan sözdür. Almanlar maşına belə deyir. Das Auto. Das Auto. Bəlkə o reklamlarda siz eşitmisiniz bu sözü çox. Bu rahat yadda qalacaq. Elə bizim sözə də yaxın. Avtomobil sözünə oxşuyur. Elə bil avto yerinə siz auto deyirsiniz. V-nın yerinə u deyirsiniz. Yəni məncə rahat yadda qalan sözdür. Bu söz də bizdə orta cinsə aiddir. Deməli, necə deyərsiniz maşın? Das Auto. Das Auto. Afərin. Keçək indi qadın otağına. Baxın, bizdə qadın nə idi? Die Frau. Die Frau. Aha. Gəlin qadına bir gül hədiyyə edək. Gül almanca olacaq. Die Blume. Die Blume. Baxın, E ilə bitir. Sonda bunu biraz I-yə yaxın kimi oxuyuruq. Die Blume. Die Blume. Baxın, yadınızdadır. Qadın sizə demişdim. Qeyri-müəyyən artiklı nə ilə bitirdi? E ilə. Aynı. Aha, burada da baxın, gül sözü də E ilə bitir. Belə deyim, həmişə yox, amma 90%, belə 90% dəqiq olmaz bəlkə də. Yəni əksər hallarda alman dilində E ilə bitən isimlər qadın cinsinə aid olacaq. Yəni bunu rahat yadda saxlaya bilərsiniz ona görə. Bu sözü görsəniz, yəni böyük ehtimal bu qadın cinsinə aiddir. Yəni indi həqiqətən də yəni gül sözü bizdə qadın cinsinə aiddir. İndi siz deyin, gül necə olacaq alman dilində? Die Blume. Die Blume. Əla. Gül də hədiyyə etdik qadına. İndi gəlin pişik sözünü öyrənək. Yəni evdə çox vaxt pişik ora gedir, bura gedir. Yəni tək qalmasın deyənə gəlin pişiyi də biz əzbərləyək. Pişik almanca İngilis sözünə oxşuyur biraz. İngilisdə catdir. İndi alman dilində də belə olacaq. Die Katze. Die Katze. Baxın elə 3 hərfi düzdür alman dilində K ilə yazılır, ingiliscəsində başqa hərflə yazılır. A, B, C ilə yazılır. Almanlar isə K ilə yazırlar. Biz bunu indi alman dili öyrənirik deyəndə, yəni siz belə yadda saxlayın. Katze, die Katze, pişik. Deməli, baxın, sonu E ilə bitir. Bu da sizə kömək eləyəcək yadda, rahat yadda qalmağa, yəni bu sözü rahat yadda saxlamağa. Deməli, alman dilində pişik necə olacaq? Die Katze. Əla, afərin. Gəlin indi öyrəndiyimiz sözləri qeyri-müəyyən artikılla deyək. Yəni qeyri-müəyyən artikılı praktik edək. Bir körpə necə deyərsiniz? Bir körpə. Ein Baby. Ein Baby. Əla.
Körpəyə biz oyuncaq alırıq. Bir oyuncaq necə olar? Ein Spielzeug. Əla. Bəs bir velosiped? Ein Fahrrad. Əla. Bəs bir maşın necə deyərsiniz? Ein Auto. Afərin. Davam edək. Bir qadın necə olacaq? Eine Frau. Əla. Bir gül? Eine Blume. Yaxşı, və bir pişik necə deyərsiniz? Eine Katze. Əla. Afərin. Baxın, siz qeyri-müəyyən artikeldə praktik etdiniz. Yeni sözləri də məncə artıq əzbərləmiş oldunuz. Davam edək dərsimizə. Aha. İndi biz haben fe'lini öyrənəcəyik. Misal üçün, şəkilə baxırıq. Kişinin nəyi var? Pulu var. Biz əslində çox vaxt belə deyirik. Onun pulu var. Amma almanlar belə deyir. O sahibdir pula. Deməli, sahib olmaq fe'li almanca olacaq. Haben. Haben. Demişdim ya. Sonda bu n olanda bu i-yə yaxın səs elə bir heç yoxdur. I-yə yaxın səs kimi deyə bilərsiniz. Haben. Haben. Belə tələffüz olunur. İndi siz deyin, sahib olmaq necə olacaq almanca? Haben. Baxın, sözün kökü ilk üç hərfdir. E-ni da bizdə məsdərin şəkilçisidir. Sahib olmaq almanca olacaq haben. Əla. Əgər keçən dərsə baxmışdınızsa, biz fe'li şəxsə görə dəyişməni öyrənmişdik. Mən sizə demişdim ki, bu açar söz sizə çox kömək eləyəcək. Baxın, indi bu açar sözün köməyi ilə biz sahib olmaq fe'lini şəxsə görə dəyişəcəyik. Misal üçün, mən sahibəm. Necə deyərsiniz almanca? Sözün kökünü götürürsünüz və birincini deyirsiniz. Necə olacaq? Mən sahibəm. Ich habe. Əla. Hə. Deməli, ikinci və üçüncü şəxsdə sizi bir dənə kiçik sürpriz gözləyir. İkinci və üçüncü şəxsdə siz bunu atacaqsınız. Tamam mı? İndi siz deyin, sən sahibsən. Necə olacaq? Du hast. Əla. Üçüncü şəxsdə necə deyərsiniz? O sahibdir. O sahibdir. Necə deyərsiniz? Er hat. Əla. İndi əgər oğlan haqqında danışır, yəni kişi haqqında danışırıqsa bizdə olacaq er, orta cins haqqındadırsa es, misal üçün qadın haqqında danışırıqsa sie. Sie hat. O sahibdir. Keçəyin, biz sahibik, necə deyərsiniz? Wir haben. Siz sahibsiniz. Deyək ki, baxın, dostlarınıza müraciət edirsiniz. Demək istəyirsiniz ki, siz. Siz sahibsiniz. Necə deyərsiniz? Ihr habt. Ihr habt. Əla. Onlar sahibdirlər necə olacaq? Sie haben. Sie haben. Keçən dərs demişdim, baxın, zini böyük hərflə yazanda siz mənasını verir. Bu artıq rəsmi formadır. Deyək ki, müəllimlərə demək istəyirsiniz ya da müəlliminizə demək istəyirsiniz. Yəni, bu həm təkdə ola bilər, həm də cəmdə ola bilər. Hörmət mənasında siz olacaq bizdə zi. Böyük hərflə yazılır. Keçən dərs bunu demişdim. Slayda göstərməmişdim, amma indi slayda sizin üçün göstərirəm. Amma gələn dərslərdə misal üçün onu göstərməyə ehtiyac yoxdur. Çünki hörmət mənasında zi və onlar həmişə şəkilçiləri bir olacaq. Ona görə yəni onu mən bir yazmıram. Yəni belə yazmıram. Bir formada yazıram ki, yəni qısa az yer tutsun. Yəni sizə indi daha aydın olsun deyənə bu slayda göstərirəm. Yəni yadınızdan çıxmasın. Hörmət mənasında siz də həmişə onlarla eyni şəkilçiyə sahib olacaq. Məsəl üçün onlar sahibdirlər, olur sie haben. Siz sahibsiniz, sie haben. Bu hörmət mənasındakı sizdir. Amma dostlarınıza müraciət edən zaman siz ia deyirsiniz. Buradakı ia yəni qeyri-rəsmidir. Yəni siz sahibsiniz, ihr habt. Deyək ki, müəllimlərə müraciət edirsiniz, demək istəyirsiniz ki, siz sahibsiniz. Onda deyəcəksiniz sie haben. Və yaxud bir nəfərə hörmət mənasında demək istəyirsiniz, siz sahibsiniz. Onda da yəni böyük hərflə zini yazırıq və ona deyirik, siz sahibsiniz, sie haben. Bir daha təkrar edirəm. Deməli, alman dilində bu söz üç halda istifadə olunacaq. Birinci halda onlar deməkdir. İkinci halda siz deməkdir. Böyük hərflə yazılır.
Üçüncü halda da qadın cinsinə aiddir Z. Yəni, burada amma şəxs sonluq baxın şəkilcimiz fərqli olur. Üçüncü şəxsin təkində həmişə T olacaq. Üçüncü şəxsin təkində T-dir. Məsəl üçün qadına haqqında danışırıq. O sahibdir. Onda o biz deyirik zihat. Zihat. Onlar sahibdirlər. Zihabın. Siz sahibsiniz hörmət mənasında. Zihabın. Məncə artıq bunun hamısını bildiniz. Və habın feilini də rahat şəxsə görə siz dəyişə bilərsiniz. İndi gəlin kiçik bir test edəyim. Biliklərinizi gəlin yoxlayaq. Baxın, burada kişini görürük. Üçüncü şəxsin təki onda o olacaq. Yəni fikirləşin hansı söz olacaq. Deyin ki, o, misal üçün, indi bu cümləyə baxaq, nə deyərik? Azcanca deyirik ki, onun bir pişiyi var. Amma alman necə deyir? O sahibdir bir pişiyə. Baxın, siz də indi belə deyin. Necə deyərsiniz? O sahibdir bir pişiyə. Hı -hı. Kişi haqqında danışırıq. Üçüncü şəxsin təkində o kişi haqqında olanda necə olur? Eya, əla, sahibdir. Hat, pişik, bir pişik, aynı katsı. Əla, tam cümləni deyin. Er hat eine Katze. Yəni, katze qadın cinsi olduğu üçün biz burada aynı deyirik. Er hat eine Katze. Er hat eine Katze. Əla. Davam edək. Burada artıq görür ki, xanımdır. İndi deməli başqa şəxs əvəzliyi olacaq. Necə deyərsiniz? Onun bir pişiyi var. Almanca yəni. O sahibdir bir pişiyə. Sie hat eine Katze. Sie hat eine Katze. Əla. Davam edək. Aha, burada xanımı görürük və maşını var. Onun bir maşını var. Biz azca belə deyirik. Alman nətər deyir? O sahibdir bir maşına. Necə deyərsiniz? Sie hat ein Auto. Sie hat ein Auto. Aferin. Davam edək. Körpəni görürük. İndi bilmirik bu oğlandır yoxsa qız. Ona görə gəlin orta cinsdə istifadə olunan şəxs əvəzliyini istifadə eləyək. Necə deyərsiniz? O sahibdir bir oyuncağa. Necə olar? Əla. Es hat ein Spielzeug. Es hat ein Spielzeug. Davam edək. Onların bir körpəsi var. Necə deyərsiniz? Aha, yadımıza salırıq. Onlar nə idi? Əla. Sie haben ein Baby. Sie haben ein Baby. Əla, davam edək. Aha, indi o birinci şəxs haqqında danışırım. Məsəl üçün, oğlan öz adından deyir ki, mənim bir velosipedim var. Necə deyərik? Mən sahibəm bir velosipedə. Necə olacaq? Ich habe ein Fahrrad. Ich habe ein Fahrrad. Əla. Belə. Bugünkü dərsin sonuna gəldik. O bir dərslərdə görüşmək üzrə. Sağ olun, salamat qalın.